Övladım əşyalarını yaşıdları ilə paylaşmaq istəmir və bəzən buna görə ciddi qardaş-bacısı ilə problem yaşayır. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, uşaqların öz əşyalarını, oyuncaqlarını başqaları ilə paylaşmaq istəməməsi, xüsusilə də 2-5 yaş arası dövrdə normal hal hesab olunur. Sadəcə bu hal onların sosial inkişafına təsir göstərə bilər. 2-5 yaş arası uşaqlar öz əşyalarını, oyuncaqlarını daha çox öz həmyaşıdları ilə paylaşmaq istəmirlər və mənimdir deyirlər. Əslində bunu valideynlər evdə dəstəkləyə bilərlər və inkişaf etdirmək mümkündür. Onlarla əyləncəli və interaktiv oyunlar oynamaqla daha çox qarşılıqlı şəkildə oyun oynayarkən valideynlər rol model olarlarsa, ilk növbədə özləri uşaqlara öz əşyalarını, oyuncaqlarını paylaşıb, daha sonra uşaqlardan paylaşmağı xahiş edə bilərlər. Və ilk öncə paylaşma bacarığını uşaqlarda yaradarkən daha çox 1-2 əşyadan başlayıb, sonra əşyaların sayını artıra bilərik. Uşaqlarda paylaşma bacarığı daha çox onların sosial inkişafında, komanda bacarıqlarının formalaşmasında, həmyaşıdları ilə oynamasında və gələcəkdə onların akademik fəaliyyətlərinə də təsir göstərir. Həmçinin paylaşma bacarığının olması uşaqların emosional zəkasını formalaşdırır və onlarda sərbəst və müstəqil formada problem həll etmə bacarığına da təsir göstərmiş olur. Unutmamalıyıq ki, hər bir uşaq müstəqil bir fərddir və onların seçim tanımalı və seçim verməliyik. Əgər uşaq oyuncağını paylaşmaq istəmirsə, bu zaman biz israrcı olmamalı və ondan emosiyalarını, onun hisslərini anlamalıyıq. Daha sonra isə ondan oyuncağını bölüşməyini xahiş edə bilərik.